Salam, əgər daha az stresslə, daha çox öyrənmək, daha yaxşı nəticələr əldə etmək istəyirsinizsə, deməli tam doğru ünvandasınız. Bugün biz birlikdə sizin üçün məhz sizin şəxsi öyrənmə tərzinizə uyğun bir oyun kitabı hazırlayacağıq. Gəlin, bu sadə, amma həqiqətən də güclü sistemi addım-addım kəşf edək. Baxın, bütün söhbətin canı elə bu fikirdədir. Uğur bir gecəlik bir sprint, yəni qısa məsafəyə qaçış deyil. Əsl uğur bir marafondur. İmtahan qabağı yuxusuz gecələr yerinə hər gün atılan o kiçik, amma davamlı addımlar var ha, bax onlar sizi hədəfinizə daha möhkəm, daha stressiz şəkildə çatdıracaq. Yaxşı, bəs bu oyun kitabımızda nələr olacaq? Yol xəritəmiz belədir. Əvvəlcə kiçik vərdişlərin nə qədər böyük gücə sahib olduğunu anlayacağıq. Sonra günümüzü şuurlu şəkildə dizayn edəcəyik, diqqətimizi toplamağı öyrənəcəyik, qət etdiyimiz yolu gözümüzlə görəcəyik və ən sonda, bəlkə də ən vacibi, bütün bunları etmək üçün o daxili motivasiya mənbəyimizi tapacağıq. Deməli, ilk qaydamız budur. Kiçik vərdişlər. Unutmayın, heç kim bir gecədə uğurlu olmur. Akademik uğur hər gün üst-üstə qoyulan kiçik və ardıcıl kərpiclərlə hörülmüş bir divar kimidir. Bax bu, bizim bütün fəlsəfəmizin təməl daşıdır. Böyük hədəflərə, böyük nəticələrə gedən yol həmişə kiçik, gündəlik, bəzən darıxdırıcı görünən vərdişlərdən keçir və sizə göstərəcəyimiz bütün texnikaları məhz bu sadə, amma çox güclü təməl üzərində quracağıq. Yaxşı, razılaşdıq. Kiçik addımlar atacağıq. Bəs bu addımları xaotik günümüzün içinə necə yerləşdirək? Cavab çox sadədir. Günümüzü dizayn edərək. Unutmayın ki, vaxtınıza nəzarət etmək əslində enerjinizə və diqqətinizə nəzarət etmək deməkdir. Vaxt bloklama deyilən bu sadə metod var ha, gününüzü sözün əsli mənasında dəyişə bilər. Hər bir zaman aralığına konkret bir məqsəd təyin etməklə beyninizi o daimi indi nə etsəm yaxşıdır sualının yorğunluğundan xilas edirsiniz. Beləcə, qərar verməyə sərf olunan enerji birbaşa işə, yəni öyrənməyə yönəlir. Planımız artıq var. Bəs diqqət, o necə olsun? İndiki zamanda diqqətimizi dağıdan yüzlərlə şey varkən, biz onu bir nöqtəyə necə cəmləyə bilərik? Gəlin bunun üçün sınanmış texnikalardan danışaq. Yəqin ki, çoxunuz Pomodoro texnikası haqqında eşitmisiniz. Məntiqi inanılmaz dərəcədə sadədir. Beyninizi saatlarla davam edən bir marafona məcbur etməyin. Əvəzində ona qısa, güclü sprintlər təklif edin. Yəni 25 dəqiqə tam, bölünməz fokus, sonra isə 5 dəqiqəlik şuurlu fasilə. Bu ritm həm enerjinizi tükənməyə qoymur, həm də o başlamaq üçün olan tənbəlliyi aradan qaldırır. Dostlar, müasir dövrün ən böyük fokus qatili elə cibimizdədir. Telefonu sadəcə səssizə almaq və ya üzü üstə çevirmək təəssüf ki, yetərli deyil. Çünki beyniniz hələ də bilir ki, o oradadır. Onu fiziki olaraq başqa otaqda saxlamaqla beyninizə çox aydın bir siqnal göndərirsiniz. İndi iş vaxtıdır, tam azadsan. Bu, telefonsuz zonanı yaratmaq özünüzə verə biləcəyiniz ən böyük hədiyyədir. Böyük tapşırıqlar bəzən bizi qorxudur və başlamağımıza əngəl olur. Bunun çarəsi nədir? O böyük tapşırığı kiçik həzm edilən bilən parçalara bölmək. Məsələn, bütün fəsli oxumalıyam demək var, bir də var ki, gəl bugün sadəcə 3 dənə riyaziyyat məsələsini düzgün həll edim demək var. Fərqi hiss edirsiniz. İkincisi, başlamaq üçün qorxunu aradan qaldırır. Gəldi mənim ən sevdiyim hissəyə. Atılan addımları görmək, daha çox addım atmaq üçün ən böyük motivasiya mənbəyidir. İndi isə gəlin bu irəliləyişi necə əllə tutub gözlə görəcəyimizə baxaq. Kağız üzərindəki sadə bir cədvəl inanılmaz dərəcədə güclü bir alətə çevrilə bilər. Hər günün sonunda o C işarəsini qoymağın verdiyi o kiçik, amma güclü məmnuniyyət hissi var ha, bax o ertəsi gün üçün ən böyük yanacaqdır. Əsas məqsəd o işarələr zəncirini qırmamaqdır. Bu, sizi həm özünüzə qarşı məsuliyyətli edir, həm də qət etdiyiniz yolu aydın şəkildə görməyə imkan verir. Tərəkkinizi izləmək sadəcə bir siyahı tutmaq deyil. Bu, xaosun ortasında nizam yaratmaqdır. Nizam olan yerdə isə nəzarət hissi olur. Nəzarət hissi olan yerdə isə stress azalır. Nə etdiyinizi və hara getdiyinizi bilmək sizə bir sakitlik və əminlik gətirəcək. Yaxşı, planımız, texnikalarımız, hətta izləmə sistemimiz də var. Bəs bu mühərriki işlədən yanacaq. O daxili alov, o motivasiya haradan gələcək? Gəlin indi oyun kitabımızın ən şəxsi, amma ən vacib hissəsinə keçid alaq.
Vərdişləri möhkəmləndirməyin ən yaxşı yolu onları müsbət emosiyalarla əlaqələndirməkdir. Özünüzə qarşı sərt olmayın. Hər tamamlanmış tapşırıqdan sonra özünüzü kiçik bir şeylə mükafatlandırın. Bu beyninizə çox sadə bir mesaj göndərir. Görürsən, çəkdiyimiz əziyyətin sonunda həmişə xoş bir şey var. Bu prosesi daha əyləncəli edir. Gəlin bir saniyəlik dayanaq. Bütün texnikaları, planları bir kənara qoyaq və ən vacib sualı özümüzə verək. Şəxsən mən niyə oxuyuram? Cavabınız nədir? Yaxşı qiymətlər, arzuladığınız universitet, gələcəkdəki peşəniz? Bu sualın cavabı sizin ən böyük güc mənbəyinizdir. İndi bu cavabı sadəcə düşünüb keçməyin. Onu fiziki bir cismə çevirin. Kiçik bir kağız parçasına öz niyənizi yazın və onu dərs masanızın üzərinə, kitabınızın arasına, hətta telefonunuzun ekranına qoyun. Çətin anlarda ruhdan düşdüyünüzdə o kart sizin mayakınız olacaq. Sizə nə üçün başladığınızı xatırladacaq. Bütün bu məlumatlar siz tətbiq etməyincə sadəcə söz yığınıdır. Odur ki, indi növbə sizdədir. Özünüzdən soruşun. Bugün elə bu an öz uğur kitabçanızı yazmağa başlamaq üçün atacağınız o ilk balaca addım nədir? Bəlkə sabahın planını qurmaq və ya ilk 25 dəqiqəlik Pomodoro sessiyasını yoxlamaq? Unutmayın, ən böyük dəyişikliklər ilk addımla başlayır. Seçim sizindir. Elə indi başlayın.